Hə, elhamdülillah. Deməli, sual belədir ki, Allah subhanahu wa ta'ala bir tərəfdən bizə xəbər verir Peyğəmbər sallallahu vasitəsilə ki, 50 min il öncə bu dünyanı, hər şeyi yaradandan qabaq Allah subhanahu wa ta'ala qələmə dedi ki, yaz. Düzdür? Yaz hər şey, nə baş verəcək qiyamət gününəcən. Və qələm yazdı. Və həmçinin bizdə bu bir tərəfdən. Digər tərəfdən bizdə hədis var ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, hər övlad, yəni ana bətnində 4 ay keçəndən sonra Allah subhanahu wa ta'ala mələk göndərir. O mələk ona 4 dənə şey yazır. Nə qədər yaşayacaq, bədbəxt ya xoşbəxt olacaq və s. Və digər tərəfdən bizdə hədislər və ayələr var ki, insan özü əməl seçir. Fəmən şəə fəlyu'min və mən şəə fəlyəkfur. Allah subhanahu ta'ala kim istəyir, iman gətirsin, kim istəyir, küfr eləsin. Yəni bunları necə cəm eləyik? Düzdür, sual belədir. Deməli, cavab belədir ki, Allahın qədəri iki növdür. Allahın qədəri iki növdür. Biri sabit, dəyişməyən qədərdir. Sabit, dəyişməyən qədər. Yəni Allah onu nə yazıb, o olacaq. Bu qədər, yəni Levh-ül Məhfuzda olan qədərdir. Levh-ül Məhfuz, yəni yazılan kitab, qorunulan kitab, mələklər tərəfindən qorunulan kitab, Allah subhanahu ta'ala, məhz o hədis ki, birinci qeyd elədik, 50 min il öncə, məhz o Levh-ül Məhfuzdur. Yəni həmin kitabda yazılıb hər şey. Və o dəyişilmir. O dəyişilmir. Lakin mələklər yazdığı qədər, o da ilə ömürlük qədərdir. İnsanın ömrün qədəri. O qədər dəyişir. O qədər dəyişir. Yəni, məsələn, nə qədər yaşayacaq, bədbəxt olacaq, xoşbəxt olacaq, gəlib hədisdə. Dəlil nədir ona? Dəlil bir çox hədislər. Əl-Xususda, məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərin birində deyir ki, mən əhabbə ən yubsatu aleyhi fi rizqihi və yunsəu ləhu fi əhlərihi fəlyasil rahimə. Kim istəyir ki, Allah onun ruzusunu artırsın? Baxın, artırsın. Mələk nə yazır? Kasıb olacaq ya varlı. 4 şeydən biri nədir? Ya kasıb ya varlı olacaq. Və həmçinin yunsəu ləhu fi əhlərihi və ömrünü uzatsın. Onu mələk yazmışdı. Yazmışdı. Nə qədər yaşayacaq. Lakin bu hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm bizə bildirir ki, sən o qədəri dəyişdirə bilərsən. Sən ruzunu da artıra bilərsən, deməli ömrünü də artıra bilərsən. Neynəsin? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir. Deyir, deməli qohumluq əlaqələri saxlasın. Yəni qohumlarla yaxşı davransın. Deməli o göstərir ki, bu ömrü qədər, hansı insanın ömrünü yazır, o dəyişə bilər. O dəyişə bilər. Tamam, yaxşı. O Levh-ül Məhfuzda bəs nə? O dəyişirmi? O dəyişmir. Orada yazılmışdı ki, sən, məsələn, 50 il yaşamalıydın, sonra sən bu hədisi eşidəndən sonra başlayırsan qovumlara kömək eləməyə və buna görə Allah subhanahu ta'ala sənə 5 il artıracaq yaşamağı. Aydındır? Ona görə o hədislər ki, orada deyilir ki, qədər dəyişilir. Məsələn, hədislərin bir də gəlib ki, dua qədəri dəyişdirir. Söhbət gedir, məsələn, bu qədərdən. Ömürlük qədər. Aydındır? Və yaxud da illik qədər. Bizdə var illik qədər. Hansı Qədir gecəsi, ona görə Qədir gecəsi adlanıb. Yəni, Qədir gecəsi Allah subhanahu gələn il nə baş verir, hər şey yazır. Gələn il nə baş verir, gələn qədərəcən yazıb. Bu, illik qədərdir. Onu da dua ilə və bu şeyləri dəyişdirə bilərsən. Hətta alimlər qeyd edilir ki, səbəblərdən niyə görə Qədir gecəsi biz dua çox edirik ki, o dua vasitəsində gələn il qədərimiz dəyişsin xeyrə. Aydındır. Və lakin Levh-ül Məhfuzda yazılan qədər dəyişmir. Orada yazılıb ki, sən dua edəcəksən və o ömürlük məsələn qədəri dəyişdirəcəksən. Və ya illik qədəri dəyişdirəcəksən. Orada artıq o hamısı yazılmışdı. Aydındır məsələ? İnşallah aydındır. Ömürlük və illik qədərin son vəziyyəti qayıdır Levh-ül Məhfuzda. Bəli, sözsüz ki. Sözsüz ki. Ona görə əlimə qeyd ediblər, deməli, Levh-ül Məhfuzdan başqa 2 dənə qədəri və bəzən 3. Ömürlük qədər, hansı ki mələk gəlir, yazır, 4 dənə şey. İllik qədər, hansı Qədir gecəsi hər ilə yazılan qədərdir. Və bəzi alimlər gündəlik qədəri qeyd ediblər. O da Rahman surəsində ayə var, deməli, Yəsəlu mən fis-səmavati vəl ard. Ondan istəyirlər, dua edirlər Allaha yerdə və göydə olanlar. Kullə yevmin hu fi şən. Hər gün
o iş başındadır. Yəni dualara cavab verir Allah Subhanahu taala. Bəzi alimlər bu ayədən çıxardıblar ki, gündəlik qədərlər də var. Gündəlik qədərlər var Allah Subhanahu taala. Onları gündəlik olaraq o dualara cavab verir və qədəri yəni paylayır. Lakin bu belə deyək də bu dəlil dolayı yola. Lakin o buru qədərlər onlar barədə ixtilaf yoxdur. Hansı ki, yəni illik və ömür. İnsan həm ömrün qədəri, həm hər il olan qədər. Allah da yaxşı.